El mulku mulken. Vel arşu arşen. Mülk iki cürdür. Taht da iki neferindir. Biri sultanın tahtıdır, biri de ilmi irfanın tahtıdır. Subhanallah, kadim insanlar, ilim irfan ehli ispat eləmişlər ki, həqiqi mülk nədir? İlim irfanın mülküdür. Həmin ilim ki, köləni, qara zənci, həbəşi köləsini taxtın üzərinə qaldırar. Sultanı da onun önündə şagird kimi oturdurar. Allahu Ekber ve lillahil hamd. Həmin hekayələrdən də biri, bir dəfə Abdullah ibn Mübarək bir bəldəyə Harun Raşidlə eyni vaxtda təsadüf edir, daxil olmağa. Bir qapıdan Abdullah ibn Mübarək gəlir şəhərə. O birisi qapıdan Harun Raşid. Nə biləsən kimdir Harun Raşid? Rahimehullah Teala. Harun Raşid'in tarixi özü bir tarixdir. Yani xəlifə olub, İslamın ən izzətli, ən cəhcəlallı dönəmlərindən biri olub. Çox güclü olub. Bu insan Avropaya meydan oxuyub. Avropaya zakon qayda qoyub ki, eləmə, icazə vermirəm. Elə bir izzətli vaxtlar olub. Onun mülkü subhanallah bir tərəfi Marakeş, Mağrib, Əl-Cəzair, Afrikada, Sudan, Həbəşistan, təsəvvürləyin, o tərəflərdədir. Bir tərəfi Çinin sərhədində, Tacikistan, Qırğızistan, Qazaxıstan, Özbekistan, Azərbaycan. Azərbaycan kəlməsinə gələndə Əzərbaycan, Əzərbaycan. İkisi də sabitdir, lüğəvi olaraq. Əl-Əzəri, Əl-Əzribi, Əl-Əzribicani. Bu da bir lüğəvi faydadır. Onun mülkü, Harun Raşid'in mülkü şimalı gör haralardadır. Subhanallah, Səmərqand, Qazaxıstan, Tacikistan, dünyanın fəth edib. Qərb tərəfdən Konstantiniya, indiki İstanbul, İspaniya, Endolus. Onun xilafətidir. Böyük bir xilafətdir. Padşah kimdir? Harun Raşid. Nətər bir padşah, təsəvvürləyin. Və İslamın ən izzətli, ən güclü, ən var dövlətli zamanlarından biriydi. Özü də salih idi. Özü də salih idi. Və alimlərə çox böyük dəyər verərdi. Təsəvvürləyin, bunun qismətindən bir bəldəyə təşrif eləyir padşah. Padşah da elə gələndə sağında əskərlər, solunda əskərlər, ordusu, əyyanları, xəlifə daxa. Elə belə adam deyil yəni. Desə bu bəldən bir tərəfindən girir, qisməti təqdir ilahidən təsadüfə edir şəhərin o bir tərəfindən kim girməli idi? Abdullah ibn Mübarək. Giri gör şəhər bomboşdur. Soruşur ki, cəmaat hardadır? Deyirlər ki, ya əmir-i müminin Abdullah ibn Mübarək'i qarşılama getdilər. Şəhər boşalıb. Cəmaat şəhərin ikinci qapısındadır. Orada da onun mama qohumlarından biri vardı. Mama qohumu nə deməkdir? Siz bilirsiniz ki, xəlifələrin çoxlu həyat yoldaşları olurdu. Bu etibarla analar müxtəlif, atalar bir olanda bunlar doğma qardaşlar. Atada, ata padşah, anaları müxtəlif. Orada bir qardaşı var idi, başqa anasından qardaşı var idi. O da söz atdı ona. Deyir, əmir müminin, həqiqi taxt onun taxtı, həqiqi mülk onun mülküdür. Mülk belə olar. Yəni qalmışsan əskərlərdən, ordu ilə, qohum əqraba ilə, əyyanlarla, amma bütün şəhər onu qarşılama gedir. Allahu Akbar. Onların heybəti var idi. Onların vüqarı var idi. Onların izzəti var idi. Çünki qəlblərində onların Allah, el-maqsudul a'la, subhanahu ta'ala, el-müntəhə. Murad onlarda Allah'tır. Allah'ın rizası. Onlar Allah subhanahu ta'ala'nı yəni hər kəsdən və hər şeydən öndə, yəni ən üstün tutardılar. Əsas onun rizası. Ona görə Allah subhanahu ta'ala yəni onların sevgisini xalqın qəlbinə salmışdır. Öləndə bu böyük imam, dünyanın imamı, o imam ki onun dərsinə 10 minlərlə insan gəlməyə arzulayardı. Öləndə tək ölür, xəbəri olur, tək ölür. Və öləndə yanında bir köləsi olur yalnız, bir köləsi olur. Köləsi başlayır hönkür-hönkür ağlamağa, imamı da möhkəm ağrılar, sancılar tutur. Soruşur ki, mələk, niyə ağlayırsan? Deyir, ya imam, vaxt var de, bütün dünya sənin ayağının altında və sənin 10 minlərlə şagirdlərin var idi.
Sən hara getsən insanlar sən ətrafında. Bu günləri sənin yanında məndən başqa aciz, fakir bir quldan başqa heç kim yoxdur və sən mənim yanımda tək, tənha, qürbətdə ölürsən. Bu da Allah Taala'nın hikmətlərindən də qardaşlar. Çünki o şöhrətdən qaçırdı. Allah da onu şöhrətdən qoruyurdu. Gör nə deyir ona? Deyir ki, hələ ki nəzğ başladı, ruhun çıxması başladı. Mənə la ilahe illallah təlkin elə. Hələ ki gördüm bir dəfə dedim, bir daha məni yorma. Madem ki susaramsa ondan sonra, heç nə danışmaramsa biriyle kifayətlən. Yəni hətta burada ona fiqh öyrədir. Fiqh elm öyrədir. Yəni gördün ki mən can verəm də xırxır gedir. Dedin la ilahe illallah, dedim la ilahe illallah. Təkrarlama, stop. Mən o hayda deyiləm mi? Birdən nəsə başqa söz gətirsəm arasına təzədən deyərsən. Amma heç nə deməsəm, la ilahe illallah axırıncı kəlmə olsa, qoy xırxır nəyə qədər olur olsun. Mani olma. Hətta burada o neyniyir? Ölüm anında belə ona elm və fiqh öyrədir. Deyir və kölə danışır ki, o nəzğ başladı. Halı pisləşdi, ağrılarım ökəmləşdi və dedim ki, utanıram bizdə heybət ilə. Mən kimə la ilahe illallah dindirəm. Dedim ya imam, qul la ilahe illallah, qala əşhədu ən la ilahe illallah və çox qısa müddətdən sonra ruhunu tapşırdı. Hamdülillah aləmin. Deyir ki, qul Subhanallah, hadisənin dəhşətindən sanki havalandı, başladı qışqırmağa. Yəni bu nə deməkdir? Dünyanın imamı, zamanın imamı mənim hicrimdə, başı da mənim budumun üzərində. Tək tənha bu daxmanın içərisində dünyanın heç nədən xəbəri yoxdur. Qul sanki havalandı, başladı qışqırmağa və imamın başına qoyduğu yerə çıxdı və həmin bəldədə ki bu hadisə baş vermişdi, ora qonaq gəlmişdi, o gəzirdi, bütün dünyanı gəzirdi, öz malı ilə bütün dünyanı gəzirdi, elmi öyrədirdi, hədis rivayət edirdi. Deyir, qışqırmağa başladı. Mət ibn Mübarək. Deyir, onun səsini kənd əhli eşitdi. Səsi kənd, həmin bəldənin əmrinin qulağına çatdı. Gəldilər, gördülər ki, doğrudan da İbn Mübarək imiş, dünyasını dəyişən. Subhanallah, insanlar qalxdı, onun cənazəsini hazırladılar, yudular, kəfənlədilər, cənazə qılındı və xəbər getdi Harun Raşidə çatdı. Harun Raşid xəbəri təlqin eləyəndə çox gec idi. Artıq imam dəfn olmuşdu. Amma baxın onun hörmətinə, Harun Raşid bütün işlərini buraxır. Xilafət sarayından həmin bəldəyə səfər edir. Öz ordusuyla. Baxmayaq ki, yəqin bilirdi ki, çoxdan dəfn baş verib. Çünki o müddətdə oraya çatmaq mümkün deyil. Günlərlə yol gələcək. Amma hörmətə bax, izzətə bax. Baxın sultanlar necə izzət edirlər, hörmət edir alimlərə. Harun Rəşid gəlir, qəbrini soruşur, deyirlər ki, qəbri budur. Və neyniyir? Ordu ilə bərabər bir dənə də cənazə oqulur. Allahu akbar və lillahilhamd. Allah subhanətlə iştifa edənlər densin.